Fəhlənin üstünə beton düşdü. Həkimlər isə əlini qarnına dikdi. Təfərrüatları bilmək üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə anonslarla tanış olaq. Pasiyentin əli qarnına tikildi. Qeyri-adi əməliyyat. İtirilmiş toxumaların bərpası mümkün olacaq. Professor kliniki ölümdən xilas edildi. Mərkəzi Gömrük Hospitalında həyat qurtaran müdaxilə. Hantavirus şübhəsi olan həkimin vəziyyəti yaxşıdır. Vaginal axıntı keçmirsə, partnyor da müalicə almalıdır. Azərbaycanlı həkim açıqladı. Fəhlənin üzərinə beton düşüb. Həkimlər isə həyatını xilas eləmək üçün əlini qarnına tikiblər. Bu çox qədim və travmatologiyada çoxdan da istifadə edilməyən bir metoddur. Hadisə Rusiyada baş verib. Detallara baxaq. Pasiyentin əli qarnına tikildi. Həkimlər ağır xəsarət alan pasiyentin əlini amputasiyadan xilas etmək üçün qeyri-adi əməliyyat həyata keçirib. Rusiyanın Petigorsk şəhər xəstəxanasının travmatoloqları zədələnmiş əli müvəqqəti olaraq pasiyentin qarın boşluğuna yerləşdirib. Hadisə pasiyentin əlinin üzərinə ağır beton plitəsinin düşməsi nəticəsində baş verib. Güclü zərbə zamanı əl nahiyəsində dərinin böyük hissəsi qopub və toxumalar ciddi zədələnib. Həkimlər infeksiya və ya amputasiya riskinin qarşısını almaq üçün qarın nahiyəsində xüsusi cip formalaşdıraraq zədələnmiş əli ora yerləşdirib tikiblər. Mütəxəssislərin sözlərinə görə qarın boşluğu yeni damarların və toxumaların formalaşması üçün əlverişli mühit yaradır. Həkimlər bildirib ki, tibbdə nadir görünən bu üsul əslində ağır travmalar zamanı istifadə olunan klassik rekonstruktiv metodlardan biridir və bu dəfə də pasiyentin əlini xilas etməyə imkan verib. Vaginal axıntı zamanı partnyorun da müayinəsi və müalicəsi vacibdir. Bu barədə uzman həkim Ülviyə xanım Mehdixanlı bəhs edib, birlikdə həkimi dinləyək. Vaginal axıntı keçmirsə, partnyor da müalicə olmalıdır. Qadınlarda tez-tez rast gəlinən vaginal axıntı problemi bəzi hallarda uzun müddət davam edir və aparılan müalicəyə baxmayaraq təkrarlanır. Belə hallarda yalnız qadının deyil, partnyorun da müayinə və müalicəsi vacibdir. Bu barədə uzman ginekoloq, süni mayalanma üzrə mütəxəssis doktor Ülviyə Mehdixanlı STV xəbər açıqlamasında danışıb. Xəstə ilk dəfə müayinəyə gəlibsə, ilk dəfə vaginal axıntısı varsa, infeksiyanın növünü təyin etmədən, yəni biz görüntüyü, iyisinə, qoxusuna baxaraq bir dərman preparatı yaza bilərik, şam yaza bilərik. Amma yazdıq, xəstə getdi evinə, bir ay sonra, 15 gün sonra təkrar gəldi, təkrarlayır, biz müalicə yazırıq, yenə gedir, yenə təkrarlayırsa və ya davamlıdırsa artıq, şam müalicəsi, dərman müalicəsinə tabi olmursa, infeksiyanın növü təyin edilməlidir. Burada bir vaginal yaxma götürülməlidir, cinsi yolda keçən infeksiyalara hamısına baxılmalıdır. Orada əgər nəticə pozitiv gəlibsə, o bakteriyanın, o infeksiyanın hansı antibiotika həssaslığı təyin edilməlidir və o antibiotik yazılmalıdır və qarşı tərəf partnyoru da antibiotik təyin edilməlidir. Çünki əgər biz qadını müalicə ediriksə, təkrarlayırsa, qarşı tərəfdə də vardır eyni infeksiya və biz nə qədər də qadını müalicə etsək də, təkrar cinsi əlaqədə olduğu üçün təkrar eyni infeksiya yenə əmələ gələcək. O yüzden biz tək tərəfli deyil, iki tərəfli müalicə edirik. Həkimin sözlərinə görə bəzi bakterial, göbələk və cinsi yolla keçən infeksiyalar partnyorlar arasında qarşılıqlı ötürülə bilir. Kişidə heç bir əlamət müşahidə olunmasa belə, infeksiya daşıyıcılığı mümkündür və bu, qadında xəstəliyin yenidən təkrarlanmasına səbəb olur. Mütəxəssis qeyd edib ki, vaginal mikrofloranın pozuntusu, gigiyena qaydalarına düzgün əməl edilməməsi, antibiotiklərin nəzarətsiz istifadəsi və hormonal dəyişikliklər də axıntının əsas səbəbləri sırasındadır. Bu səbəbdən problemin uzun müddətli olması zamanı laborator analizlər və cütlük şəklində müayinə aparılması tövsiyə edilir. Doktor Ülviyə Mehdixanlı qadınlara öz başına dərman qəbul etməməyi, qoxu, qaşınma, yanğı və rəng dəyişikliyi ilə müşayiət olunan axıntı zamanı mütləq həkimə müraciət etməyi məsləhət görüb. Kök hüceyrələrində metabolizmimizə cavabdeh olan həmin o toxuma tapılıb və tapılması bəs eləməyib, hələ bir onun kifayət qədər yenilənməsi, təzələnməsi də mümkün olub. Alimlər bizi ölməyə, qocalmağa qoymayacaq bu gedişlə. İzləyək.
İtirilmiş toxumaların bərpası mümkün olacaq. Məməlilərdə yaş artdıqca zəifləyən və orqanizmin özünü bərpa imkanlarını məhdudlaşdıran genetik mexanizmlər araşdırılıb. Regenerativ tibb sahəsində diqqət çəkən yeni araşdırma alimlər arasında böyük maraq doğurub. Tədqiqatçılar siçanlar üzərində aparılan təcrübələr zamanı müəyyən gen yollarının yenidən aktivləşdirilməsi nəticəsində toxumaların bərpası ilə bağlı nəticələr əldə edib. Araşdırma əsasən kök hüceyrələrin metabolizmini tənzimləyən Lin28 adlı genə fokuslanıb. Alimlərin fikrincə bu genin fəaliyyəti yaş artdıqca azalır və nəticədə toxumaların formalaşmasını zəiflədir. Tədqiqatçılar həmin prosesi yenidən aktivləşdirməklə hüceyrələrin enerji mərkəzləri olan mitoxondrilərin fəaliyyətini stimullaşdırıb. Mütəxəssislər bildirib ki, bu istiqamətdə aparılan işlər gələcəkdə ağır toxuma zədələnmələri, onurğa beyni travmaları və digər ciddi problemlərin müalicəsində yeni imkanlar yaradır. Bununla belə araşdırmalar hələ ilkin mərhələdədir və nəticələrin insanlar üzərində təsdiqlənməsi üçün əlavə elmi tədqiqatlara ehtiyac var. Təəssüflər olsun ki, virus və infeksiyalar yayılan zaman sadəcə pasiyentlər deyil, həkimlər də əziyyət çəkir və izolyasiya olunmuş həkimlərdən biri hantavirusdan sağaldığı üçün artıq izolyasiya mühitindən buraxılıb. Hantavirus şübhəsi olan həkimin vəziyyəti yaxşıdır. Hantavirusun yayıldığı kruiz gəmisində xəstələrə tibbi yardım göstərən Amerikalı həkim ciddi nəzarət altında saxlanıldığı izolyasiya bölməsini tərk etməsinə icazə verilib. O test nəticələrinin qeyri-müəyyən olması səbəbindən Amerika Birləşmiş Ştatının Nebraska ştatında xüsusi bioloji izolyasiya şöbəsinə yerləşdirilib. Məlumata görə Kornfeld gəmidən təxliyə edilən 120-dən çox sərnişin və ekipaj üzvü arasında olub. O Amerika Birləşmiş Ştatlarına gətirilən 16 nəfərdən biri idi. Gəmidə aparılan analizlərdən birinin müsbət, digərinin isə mənfi nəticə verməsi səbəbindən əlavə müayinələrə ehtiyac yaradıb. Həkim bildirib ki, özünü tam sağlam hiss edir. Sonradan aparılan qiymətləndirmələrdən sonra onun ciddi izolyasiyada qalmasına ehtiyac olmadığı müəyyən edilib və o, digər müşahidə altında olan şəxslərin yerləşdirildiyi karantin mərkəzinə köçürülüb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən kruiz gəmisi ilə əlaqəli 11 yoluxma hadisəsi qeydə alınıb. Bunlardan 8-i təsdiqlənib, həmçinin 3 ölüm faktı qeydə alınıb. Hazırda səhiyyə qurumları vəziyyəti nəzarətdə saxlayır. Professor Hikmət Əlizadənin vəziyyəti iş yerində kifayət qədər pisləşib və həkimlərin təcili müdaxiləsi nəticəsində həyatı xilas olub. Gömrük xəstəxanasının kamera görüntülərindən o anları dəqiqə izləmək şansımız var. İzləyək. Professor kliniki ölümdən xilas edildi. On 4 may 2026-cı il tarixində 70 yaşlı professor Hikmət Əlizadə iş yerində özünü narahat hiss etdikdən sonra Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım xidmətinə müraciət edib. Bakı Dövlət Universitetinin hörmətli bir müəllimi, professoru elə bir situasiya yarandı ki, dünən ürək nahiyəsində olan narahatçılığı tədris prosesi zamanı hiss edib bizim hospitalın təcili yardım şöbəsinə müraciət etdi. Dərhal təcili yardım şöbəsinin həkimləri və tibb personalının müdaxilə etdi və aparılan tədbirlər, kardioreanimasyon tədbirlər nəticəsində ürək fəaliyyətini bərpa edə bildik. Həmən bundan sonra xəstə demək koronar angiografiya laboratoriyasına alındı və orada aparılan angiografiya nəticəsində inkişaf edən miokard infarktı aşkarlanaraq stentləşmə proseduru aparıldı. Xəstə ondan sonra demək bizim reanimasiya və intensiv terapiya şöbəsinə qaldırıldı və artıq bu gün xəstəmizi çox belə qənaətbəxş bir durumda görürük. Buna elə biz də çox sevinirik. Ümumiyyətcə bu bir hospitalda
müxtəlif şöbələrin, müxtəlif profilli həkimlərin əhəngdar işləməsi, onların iş prosesinin düzgün qurulmasının bir rəmzi göstəricisidir. Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkimi Bəxtiyar Musayevin rəhbərliyi ilə kardioloq İlqar Tahiroğlu, anestezioloq reanimatoloqlar Xəyal Məmmədov və Günel Cəfərova, həmçinin təcili tibbi yardım şöbəsinin rəisi Füzuli Abuşovun iştirakı ilə pasiyentə operativ tibbi yardım göstərilib. Hospitala çatdırılan zaman Hikmət Əlizadənin ürəyi dayanıb və dərhal reanimasiya tədbirlərinə başlanılıb. Əməliyyatdan öncəsindən danışım. Hardasa 2 işləm işarələrində bizə çağırış gəldi. Bakı Dövlət Universiteti Hala pisləşməsi ilə bağlı olaraq. Ora gedəndə xəstəmiz maşında oturmuşdu. Təngi nəfəs, döş qəfəsində ağrı ilə dərhal monitorizasiya olundu və hospitala gətirildi yardım altında. Bura çatanda xəstədə qafil vəziyyətin ağırlaşması və klinik ölüm halı qeyd olundu. Dərhal xəstəyə reanimasyon tədbiri başlanıldı, monitorizasiya olundu, reanimatoloqlar çağırıldı və yardım nəticəsində xəstədə dəfələrlə ritm pozğunluqları oldu, orada ventrikulyar fibrilyasiya oldu, VT-yə, pozitiv VT-yə keçdi. Şükür Allaha ki, xəstənin ritmi bərpa olundu, tənəffüsü bərpa olundu. Və buna görə də reanimatoloqlara, İlqar doktora, başdaya doktora hamına təşəkkür edirik. Daha sonra pasiyent təcili olaraq angioqrafiya otağına aparılıb. Müayinələr zamanı ürək damarlarında ciddi tıxanma aşkarlanıb. Biz angioqrafiya əməliyyatını icra etdik, damarı tamamən tıxalı damarı açdıq. Amma burada ən önəmli 2 nüans var. Bir, bizim təcili yardım şöbəsinin kollektivinə və reanimasiya kollektivinə mən təşəkkür etmək istəyirəm. Nəyə görə? Biz əməliyyatı icra etmədən öncə bir xəstə 30 dəqiqə ürək masajı olunur və burada diqqət çəkmək istədiyim bir nüans var ki, olunan ürək masajının uğuru. Çünki hər ürək masajı effektiv olmur. Biz onu nə vaxt görürük? Effektivliyini xəstə ayıldığı zaman beyin zədələnib və zədələnməyib və çox gözəl bir haldır ki, dərhal bizim reanimasiya briqadası yetişdi. Gərəkən onların tərəfindən lazım olan tədbirlər görüldü. Ürək masajı təcili yardım briqadası tərəfindən icra edildi və uğurlu şəkildə tıxalı damarı da biz açdıq və 2 saat sonra da hamımız bərabər sevindik. Nəyə? Xəstə ayıldığı zaman beyində heç bir zədə qalmadı və artıq bugün xəstəmiz normal stasionar şəraitdədir və sərsədə exo müayinəsini icra elədik. Tam hər şey yolundadır və nevrolojik olaraq da hər hansı bir defisitimiz yoxdur. Həkimlərin müdaxiləsi nəticəsində ürək damarlarının keçiriciliyi bərpa olunub. Təcili yardımdan bizə çağırış oldu. Dərhal olaraq reanimasyon briqadı ilkin olaraq bizim doktorumuz Günel Cəfərova təcili yardıma özünü çatdırdı və artıq orada başlanmış reanimasyon tədbirləri görərək həmin reanimasyon tədbirlərə qoşuldu. Xəstə süni ventilasiya qoşulmaq üçün acil intubasiya olundu və reanimasyon tədbirləri davam etmişdi. Bu müddətdə kardiologiya şöbəsinə məlumat verilmişdi. Kardioloqlar tərəfindən qərar verdi, İlqar doktor qərar verdi ki, artıq ritm bərpa olunandan sonra acil xəstə verildi invaziv kardiologiyanın laboratoriyasına. Orada anestezioloqların, reanimatoloqun müşahidəsi altında kardioloqlar tərəfindən əməliyyat uğurla icra olundu. Artıq orada hemodinamik göstəricilər tam stabilləşmişdi, xəstəmiz stabil bir vəziyyətdədir. Amma kliniki ölmüş keçmiş xəstələr və intubasiya olunmuş xəstə reanimasiya şöbəsinə yerləşdirilməli və xəstə reanimasiya şöbəsinə yerləşdirildi. Bir saat ərzində artıq biz müşahidə edirik ki, nevroloji heç bir ağırlaşma, fəsad olmamışdı və tədricən xəstə ayılaraq süni tənəffüs aparatından ayrılmışdı. Uğurlu əməliyyatdan sonra professor Hikmət Əlizadə yaşadığı çətin anlardan və həkimlərin operativ müdaxiləsindən danışıb. İşləydim. 2,5 saat dərs edim mühazirə. Sonra isə tədbir edim. Həmin tədbirdə çıxış etdim. Çıxışdan sonra özümü pis hiss elədim. Düşdüm aşağı, biraz həyətdə gəzişdim. Gördüm ki, özümə toparlaya bilmirəm. Eşitmişdim ki, Gömrük Hospitalında yaxşı həkimlər var. Elə müraciət elədim. Bir də reanimasiyada ayıldım ki, hər şey qaydasındadır. Mən həkimlərə öz dərin minnətdarlığımı bildirirəm. Allah onlara şəfa versin, onlar ki, insanlara şəfa verir, Allah onların şəfasını əksik eləməsin.
Hazırda professor Hikmət Əlizadənin vəziyyətinin stabil olduğu, müalicəsinin uğurla davam etdiyi bildirilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.